Aha. Atanın yaşı 1, 2. 9 vahid çox olarsa deyir. Mən bunu da üstəlik gəl 9 yazırıq ataya. Düzdür. Mən buna ata yazım. Yuxarıdan bilək ki, atadır. Mən sonra nə deyir? Ata və onun 73. 73. Aha, düzdür. Mən 73-dən 9-un çıxırıq. Burada üstə gələk yazıb. Onda biz tərsinə edərək çıxırıq. Aha, düzdür. 73 çıxdı. 9 edəcək mənimə 64. 64-ü də böləcək 2-yə. Eləyəcək 10, 20, 30. 32. Aha, 32. Mən buradan bizdə kimin yaşını soruşur? Ananın yaşı 32. Əgər atanı soruşsaydı, mənimə atanın yaşı olacaqdı 30. Yox. 41 olacaqdı mənimə. Düzdür. 32-nin üzərinə 9 gələrdi, olardı 41 atanın yaşı. Bizdən ananın yaşını soruşur, olur 32. B variantı. Doğrudur. İndi səsi açır, olur. 64-ə baxaq, olur. Aha, 64. Ata və qızının yaşlarının cəmi 45-dir. Atanın yaşı qızının yaşından 4 dəfə çox olarsa, qızın yaşı neçədir? Aha. İndi gəl tam hissə modelin quraq, olur. Necə qurarıq? Aha, bax, bu olsun ata, bu da qızı. İndi necə yazaq bunu? Aşağı gələm 4 dəfə. Mən 13. Yaxşı, necə tapdın ki 13-ü? Yox, gəl birinci tam hissə modelin qur, hərli qaydasına. Bax, tam hissə modelin burada necə qurarıq? Deyir ki, ata və qızının yaşları cəmi 45-dir. Düzdürmü? Deyir, atanın yaşı qızının yaşından 4 dəfə çoxdur. Biz qızın yaşını bilmirik, olur. Qoyduq bir dənə kvadrat. Onda atanın yaşına neçə kvadrat qoymalıyıq? Deyir, 4 dəfə çoxdur. Mən 4 dənə. Aha, 4 dənə kvadrat. Bu yaşları cəmində verib bizə 45. İndi bunu necə həll edərik? Mən 45 birinci 5-ə bölürüm. Mən 9. Düzdür. 45-i bölürsən 5-ə. Kvadratların sayına düşür 9. İndi bizdən elə kimin yaşını soruşur? Mən bizdən qızın yaşını soruşur. Aha, qızın yaşı da olur elə 9. Aha, düzdür. Bəs atanın yaşını soruşsaydı neçə olardı? Mən atanın yaşını soruşsaydı, aha, mən 36. 36. Düzdür. 4 dənə 9. Aha, doğrudur, olur. Olur A variantı. İndi səsi açsın Ömər. Altmış beşə baxaq Ömər. Ömər yoxdur deyirsən hələ. Müəllimə mən qoşulmuşam. Hə, Aytac. Sonra Ömər. Aytac baxaq 65-ə. 3 il ara ilə doğulan 3 qardaşın yaşları cəmi 15-dir. Ortancıl qardaşın yaşını tapır. 3 dənə qardaş. Birinci qardaş, ikinci qardaş, bir də üçüncü qardaş. İndi bizdən soruşulur ki, bunların yaşları cəmi 15-dir. 15. Ortancıl qardaşın yaşı 15-ə əvvəlcə 3-ə bölürük, yəni 3 qardaşa. Edir 5. Yox, bizə şərtdə nə deyir Aytac? Birinci şərti oxu.
3 il ara ilə doğulan 3 qardaşın yaşları cəmi 15-dir. Ortancıl qardaşın yaşını tapın. İndi sən burada tam hissə modelini elə qurmalısan ki, burada hər birinin arasında qardaşların 3 il fərq olsun. 3 il fərq olsun. Aha, indi bu necə qurarıq? İndi bu ikincisinin üstünə 3 gəlirik. Üçüncüsünün də üstünə 6 gələcək. Aha, düzdür. 6. 3 üstə gəl 6, 9. 15-dən 6 çıxdıqda da 9 edir. 15-dən 9 çıxdıqda da 6 edir. 6-nı bu 3 dənə kvadrata bölürük. Gedir 6-nı 3-ə böldükdə 2. Aha. Buna 2. Buna 2. Buna da 2. Aha, düz. Mən birinci yaşı oldu. İkincinin yəni ortancılın 5 yaşı. Üçüncünün isə 8 yaşı oldu. Aha. Cavab B variantı. Aha, ortancıl qardaşın olur 5 yaşı, doğrudur. İndi səsi açsın Ömər. Bəli, müəllimə. Aha, Ömər, baxaq 66-ya. Mirza Nazimin yaşı İradənin yaşından 4 dəfə azdır. Aha. İkisinin yaşlarının cəmi 35 olarsa Nazimin neçə yaşı var? İndi. Burada əvvəlcədən Aha, bax, burada 2 nəfər var. Nazim, bir də İradə. Aha. Bax, indi tam hissə modelini necə qurarıq Ömər? Deyir, Nazimin yaşı İradənin yaşından 4 dəfə azdır. əvvəlcədən onların yaş cəmini 4-ə toplayırıq. Yaş cəminlə 4-ü toplayırıq Ömər. Yox, tam hissə modelini qur. Bax, Nazimin yaşı İradənin yaşından 4 dəfə azdır. Düzdürmü? Biz, aha, cəmi yazırsan birinci. 4. Yox, 4 dəfə azdır dedikdə Ömər, bölünsün 4 yazırdıq ki, tam hissə modelini quranda. Nə demişdim bax? Dəfə az, dəfə çox dedikdə ancaq kvadratlarla işləyin uşaqlar. Bax, burada deyir Nazimin yaşı İradənin yaşından 4 dəfə azdır. Biz ya İradənin yaşını bilmirik nə qədərdir, ya da Nazimin yaşını. Deməli, bax, Nazimə bir dənə kvadrat qoyuruqsa, deməli, Nazimin yaşı İradənin yaşından 4 dəfə azdırsa, deməli, İradənin yaşı 4 dəfə çox olacaq. Dəfə çox dedikdə uşaqlar, üstə gəl 4 yazmırıq, 4 dənə kvadrat qoyuruq. Bunların da ümumi yaşlarının cəmi neçəyə bərabərdir? 35. Aha, 35-ə. İndi bunu necə həll edərsən? Deyirəm, sən 35-i 4 daha kvadratla toplayırıq. 35-i, nə demişdim Ömər? Neçə dənə kvadrat var burada? Burada 5 daha. Onda toplayırdın, yoxsa bölürdün? Hə, bölürdük. Deməmişdim, kvadratların sayına bölürük. Aha, düşür neçə? 7. Aha, 7. İndi bizdən kimin yaşını soruşur? Nazimin neçə yaşı var? Aha. Nazimin də 7-dir. Yaxşı, bəs İradənin neçə yaşı var? İradənin 28. Aha, düzdür. Deməli, 4 dənə 7. Bu da olacaq 28. Olur B variantı. Doğrudur Ömər. İndi səsi açır. Səma. 67-yə baxaq Səma. Deməli 67-də nə deyir?
Babanın yaşı nəvənin yaşından 5 dəfə çoxdur. İkisinin yaşları cəmi 78 olarsa, nəvənin yaşı neçədir? Aha. Deməli, baxıram. Baba və bir dəqiqə mən. Aha. Bəli, deməli, nə deyir? Aha, deməli baba var, bir də nəvə var. İndi gəl tam hissə modelini quraq. Bəli, deməli deyir ki, burada babanın yaşı nəvənin yaşından 5 dəfə çoxdur. Babanın yaşı nəvənin yaşından. Aha, düzdür. Yaşlarının cəmidir. Aha. Yaşlarının cəmi neçə idi? 78. Aha. Neçə dənə kub var? 6. Yox, bir dəqiqə. 1, 2, 3, 5, 6. Aha, düzdür. Bir dəfə var. 6, 18, 6. Bir dəfə 18. 13. Yaxınlandım. Aha. 13 deməli hər yerlər 13'dür. Aha, doğrudur. Bizdə nə soruşur? Nəvənin yaşı. Nəvənin yaşı da 10 D variantı. Əla, doğrudur. İndi səsi açır Gülay. 68-ə baxaq Gülay. 68. Elmas Həmzədən 27 yaş kiçikdir. Kişinin yaşları cəmi 63 olarsa, Hikmətin neçə yaşı var? Yox, 68 oxuyursan. Fəridənin neçə yaşı var? Aha. Mən bunu da professor kimi edərik. Aha, indi ekranda işlə görək necə yazarsan. Bu Elmar. Bu Fəridə. Aha. Yox. Bunlar birlikdə olacaq 91. Və burada deyir, Elmar Fəridə 27 yaş kiçikdirsə, sıx 27 yazarıq. Aha, düzdür. Burada kiçik deyirsə üstə gələrik. Aha. 91, 27, 118. Aha, düzdür. 2 nəfərdir. 118-i də 2-yə bölərik. Aha. 11-in içində 2, 5 dəfədir. Mən eğer 59. Aha. Ondan bura 59. Bizdə Fəridən yaşını soruşursa, B variantı.
Aha, düzdür. Olur 59. İndi səsi açsın Salih. 69 oxuyaq Salih. Müəllimə. Orada deyir ki, 69-da Namik Hikmətdən 17 yaş böyükdür. İkisinin yaşlarını demək 63 olsa Hikmətin neçə yaş var? Aha, indi gəl tam hissə modelini quraq Salih. Deməli, burada Namik var, bir də Hikmət. İndi tam hissə modelini necə qurarıq? Yancı. Yaxşı, hərlini də göstər görək necə yazarıq hərlinəndir Salih. Mən burada 63 tane. Necə? 63'ten istememiştim. Yaxşı, bay. Tam hissə modelini ümumiyyətlə necə qurdun? Ben necə qurarıq tam hissə modelini? Tam istememiştim. Aha. Bax, deyir ki, Namik Hikmətdən 17 yaş böyükdür. Aha. Aha, düzdür. 60'tan istememiştim. Aha, ümumi cəmdə neçədir? Ben 46 bölüm 2. Aha. 23 değil. Ben D variantı. Düzdür. 46-nı da böldün 2-yə 23. Bizdən də Hikmətin yaşını soruşurdu. Olur elə 23. Doğrudur. İndi 70'ə baxsın Nilay. Bəli, müəllim. Mən 70'də deyir ki, Leyla və Nazlı'nın yaşları cəmi 66'dır. Nazlı Leyla'dan 2 yaş kiçik olarsa Leyla'nın neçə yaşı var? Bu Leyla'dır, bu da Nazlı. Yaşların cəmi 66'dır. Nazlı Leyla'dan 2 yaş kiçikdir. Onda da belə olur. Aha. 68'i de sonra bölürük 2'ye. Olur 34. Cavabda D variantı. Aha, deməli olur D variantı. Doğrudur Leyla deyirəm Nilay. İndi səsi açsın Elvin. 71'ə baxaq Elvin. Bəli. Anasının yaşı könlünün yaşından 3 dəfə çoxdur. İkisinin yaşlarının cəmi 40 olarsa könlünün neçə yaşı olar? Aha. Birinci burada tam hissə modelimizi quraq. Burada deyir ki, anasının bu bir dəqiqə. Aha. A hərfi K. Anasının yaşı anasının yaşı könlünün yaşından 3 dəfə çoxdur. Demək ki, anasına 3 dənə qoyacağıq. Əla, düzdür Elvin. Sonra cəmləri də 40'dır bunların. Aha. 40 sığışmayacaq məndə. Biraz da pis yazdım. 40'ı burada 4 dəmə olduğuna görə 4'ə bölünür. 10 eləyəcək. Aha, hər damıya 10'dur. Aha. Könlünün neçə yaşı var yerində mənim 10 olur. Əgər anası soruşsaydı burada biz 3 dəmə qoyduğumuza görə ya kimsə istəsə 3-dən 10 üstüsə gəlib onun yaşını 30 ala bilər bu cürlər. Və yaxud müəllimə 3'ü 10'u vuraraq daha qısa bir yöntemlə müəllimə 30 alacaq. Yəni hər cürdə ananın yaşını soruşsaydı. Aha, düzdür Elvin. İndi səsi açsın Uğur. Səhifəni dəyişək. Aha, Uğur oxuyaq 72'ni.
Mənim Afaqın yaşı anasının yaşından 3 dəfə azdır. Aha. İkisinin yaşlarının cəmi 60 qədərsə, ananın neçə yaşı var? Aha. İndi tam hissə modelin quraq olur. Necə qurarıq? Aha. Yox, dəfə deyir ha. Dəfə dedikdə nə demişdim? Ancaq kvadratlarla işləyirsən dəfədə. Üstə gəl yox. Aha, bax bu afaqdır, düzdürmü? Aha. Mənim 3 bölü 14. 60-ı neçəyə 15 bölürsən? Mən 4-də 4. Əla, düzdür, olur. Aha, sonra bizdən soruşur ananın yaşı. Mənim 10-da 45 olur. Aha, düzdür. 3 dənə 15 olacaq 45. Doğru, doğru. İndi səsi açır Ömər. 73-ə baxaq Ömər. Mən oxumadım. Yox, Ömərdən sonra Aytac sənsən. Hə, yoxsa birinci Aytac Tamam. sonra Ömər. Hə, Aytac 73-ə bax. Tamam. 73. 14 yaşım var. Babam məndən 62 yaş böyük olarsa yaşlarımızın cəmi neçədir? Aha. Mən bir də babam. Mən varam. Bir də babam var. Aha. Bizim yaşlarımızın cəmi 62 üstə gəl 14. Birbaşa soruşur ki yaşlarımızın cəmi. Altı, 7, 76. Aha. 62 yaş. Böyüdü. Babam məndən 62 yaş böyük olarsa yaşlarımızın cəmi. 1, 6, 6 üstə gəldi. 76. İndi mənlə biz 76'nın üstünə 14 gələcək. Aha, düzdür. Çünki bu 76 hələlik babasının yaşıdır. Aha. On bir yadda 8. Cavab C variantı. Əla. Aha, indi baxırıq Ömər 74-ə. Bəli, müəllimə. Qaça-qaça bu otağa gəldim. Hə, yaxşı. 74-ə baxaq Ömər. 7 il əvvəl 18 yaşım var idi. 17 il sonra neçə yaşım olacaq? Aha. 7 il əvvəl 18 yaşımız varsa 7 ilə 18-i toplayırıq. Əla. 18'də 7 edir 15. Bir yadda. Bir də bir 25. Aha. İndi 17 il sonra neçə yaşım olacaq? 25 ilə 17-ni toplayırıq. Əla uşaqlar. Görün artıq yaş məsələlərini nə qəşəng işləyirsiniz. Burada 2, bir yadda. Burada da 4. Aha. Cavab 42. Düppəmə düz. İndi səsi açır Səma. Bəli, müəllimə. Aha, Səma oxuyaq 75-i. 75'e baxırıq da. Aha.
Deməli 75-də deyir ki, Lamiye'nin 13, Sevincin 26 yaşı var. Rəşadın yaşı Lamiye və Sevincin yaşlarının cəmi qədərdir. Üçünün yaşları nə qədər? Mənim Rəşadın 39 yaşı var. Aha. 39 gələndə 8, 78 D variantı. Aha, doğrudur. İndi baxaq 76-ya. Səsi açsın Gülay. 76 qardaşımın 39, mənim isə 18 yaşım var. 12 ildən sonra yaşlarımızın cəmi neçə olar? 18. Uşaqlar çat bölməsinə yazmayın. 30. Aha, düzdür Gülay. 51. Üstünə də 30 gələrəm. Eğer 81. Cavab B variantı. Əla, düzdür. İndi Salih açsın səsi.